Salam əziz dostlar, mən Murad Musayev sizləri bir daha YouTube kanalımda salamlayıram. Bir çox bəy, xanım ifaçıların Bayçıraz muğamı üzərində yazılmış 6-8 ölçüdə olan, yəni 6-8 ritmində olan mahnıları papır şəklində ifa etdikləri zaman bir maneə ilə rastlaşırlar. Bu maneə nədir? Misal gətirək bəyləri. Bəylər adətən Bayçıraz muğamını ifa edirlər lə notundan. Lə notundan ifa etdikləri zaman Segah muğamına keçid alanda Segah muğamı do diyez notuna keçir. Bu do diyez notuna keçdikdən sonra əgər segahları papırı şəklində ifa etmək istəyiriksə, bir çox bəylər üçün bu zil bir notdur və do diyez notundan ifa etdikləri zaman biraz çətinlik çəkirlər. Amma bunu başqa bir yolla da eləmək olar ki, do diyez notu olmasın, olsun si notu. Adətən bəylər rahat bir şəkildə segahları si notundan oxuyurlar. Sizə bir mahnıda bunu misal olaraq göstərəcəm. Lə Bayçıra zəhmət olmasa, misal üçün bir neçə papırı misal üçün ifa etdik və artıq segah muğamına keçmək istəyirik və yüksək not olduğuna görə yenə qeyd edirəm. Do diyezdən ifa etmək biraz çətindir. Amma si notu olsa bəylər üçün rahat olar. Eşqin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qadan alır. Eşqi məhəbbəti düşüb canıma, ana göz yaşını sil qadan alım. Yaşım irmini ağlayıb keçib, yaşım irmini ağlayıb keçib, gözləyə bilmirəm bil qadan alım, özün dərdlərini bil qadan alım. Ay bu nəsirdir düşdüm ana, eşq oduna düşdüm ana. Demək ki biz burada lə notundan başladıq Bayçıraz, segahımız düşdü do diyezə. Amma papırı şəklində ifa eləsək, do diyez xanımlarda indi başqa cür olacaq, onu izah edəcəm. Bəylərdə do diyez biraz yüksək notdur. Bizə lazımdır düşək si notuna. Və deyilənlərə görə də bu mahnının orijinal versiyası beləsinədir ki, burada bir sarənc muğamı da olan bir yer var. Oranı sizə izah edəcəm və sarəncdən segah muğamına keçid edəcəm və o segah oxuduğum mahnının da elə girişi sarənc muğamına düşür. Çox adamın da yəni segah bildiyi. Bir də başlayırıq. Eşqin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qadan alır. Eşqi məhəbbəti düşüb canıma, ana göz yaşını sil qadan alım. İndi segahımız düşür siyə. Yaşım irmini ağlayıb keçib. Sarəncdir. Araqçının məndədir ceylan, sərmişəm çəməndədir ceylan. Artıq biz düşdük si notuna. Si notuna düşdük. Yəni sarənc muğamıdır. Çox adamın da segah bildiyi. Və biz başladığımız da mahnıyı Araqçının məndədir ceylan. Yəni bunun da girişi sarənc muğamına düşür. Və buradan keçid aldığımız zaman artıq si notudur və bəylər sərbəst bir şəkildə papırı ifa etdikləri zaman rahat bir şəkildə ifa eləyərlər. İndi isə xanımları göstərək. İndi isə Bayçırazdan göstərəcəm. Başlayaq. Eşqin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qadan alım. Eşqi məhəbbəti düşüb canıma, ana göz yaşını sil qadan alım. Yaşım irmini adlayıb keçib, hamının bildiyi. Yaşım irmini adlayıb keçib, gözləyə bilmirəm bil qadan alım, özün dərdlərini bil qadan alım. Ay bu nəsirdir düşdüm ana, eşq oduna düşdüm ana. Artıq fa diyez notudur. Və fa diyezdən papırı şəklində ifa eləsək, bu bir çox xanıma çətin olacaq. Amma bildiyimiz kimi xanımlar re Bayçırazı sərbəst bir şəkildə oxuyurlar və segah üzərində 6-8 ölçüdə olan mahnılarda mi notundan sərbəst oxuyurlar. Və indi isə biz düşəcəyik mi notuna. Eşqin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qadan alım. Eşqi məhəbbəti düşüb canıma,
Ana göz yaşını sil qadan alım, yaşımır beni adlayıb keçib. Artıq Segah Sarəc. Araqçının məndədir ceyran, sərmişəm çəməndədir ceyran. Araqçının məndədir ceyran, sərmişəm çəməndədir ceyran. Və bunun ardından da istənilən Segah muğamı üzərində yazılmış mahnını ifa edə bilərlər. Suallarınızı rəy bölməsinə yaza bilərsiniz. Mən də cavablandıracağam. Məndən bu qədər. Təşəkkür edirəm sizlərə.